Əzizlərim, müminin boş vaxtı olmamalıdır, qəmin oynasın, müminin boş vaxtı olmamalıdır, nərd oynasın. İndi elə halaldır, haramdır, bu tərəfindən bizim işimiz yox. O da özü bir mövzudur. Bəzi alimlərimiz elə nərdə haram bilirlər, bəzi alimlərimiz ümumiyyətlə bütün sozlu oyunları haram bilirlər. Axı məsələ budur ki, hətta haram olmasa belə, Quran deyir ki, müminin xüsusiyyəti budur ki, yuhuda işlə məşğul olmaz. O ora ayırdığı o 1 saatı, 5 saatı gedər məsələn qəza namazı qılar, mütaliə eləyər, gedər həyətində alaqları təmizləyər. Axı bir xeyirli bir iş görər də. İndi hər birimiz həyatımızda bu günlər bu işlər olubsa da bu işləri də kənara qoyaq, Allahdan bir bağışlanma diləyək və o zaman neməti ki var bizim əlimizdə, nə qədər əlimizdən getməyib. Əziz Peyğəmbər buyurur ki, 2 nəfər var ki, 2 şeyin qədrini bilməz. Biri cavandır, ömrün, zamanın qədrini bilməz, onu yaşlılardan soruşun. Biri də sağlamdır, xəstəlik gəlməmiş, can sağlığının qədrini bilməz. Ona görə bu şeylərin qədrini bilək, əzizlərim. Allah'tan bu ömür ki bizə verilib, onu bərəkətli yaşayaq. Allah'ın verək izzət cəlalına ömrümüzü, vaxtımızı Allah yolunda sərf etməyə bizlərə nəsib eləsin.